Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Her zaman fərqini ortaya qoyan ARB kanalından hər birinizi xoş gördük. Magazin Plus layihəsi mövsümə başladı. Necə başladı? Hansı xəbərlərlə başladı? Ekrana yaxın əyləşin. Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu və mən Zümrüd Şahovanın təqdimatında başladı. İlk öncə anonslarımız. Verilişin sponsoru Tural Avtoservis 023. Yenilənən Magazin Plus yeni mövsümdə də sizi çox təəccübləndirəcək. Neçə estet kamerası? 4 dənə. Elgizin çırası bağlamasını ilk dəfə gördüm. Elgiz Əkbərə hansı sualımız təsir etdi? Elgiz bəy, bir dənə vursa olan. Onu məstəqim. Aksis. Xahiş edirəm. Manav Ağayevin özünə əminliyi. Onu olsa mən geyinəndən sonra brend olacaq. Öz ailə tərbiyəsini nümayiş elətdirir. Dost sözü çox böyük bir şeydir. Gərək onu bacaraq. Instagramda əngəllərə baxacam. niyə girməlisən ki? Bütün bunlar və daha çoxu Allahın dostu, yəni çox peşman oldum da mən. Zümrüdün təqdimatında birazdan Magazin Plus'ta. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. ARB televiziyasının sevilən, tanınan siması, teleaparıcı Elgiz Əkbər Magazin Plus'un kamerasına tuş gəldi. O, suallarımızı cavablandırdı, amma bəzi suallardan imtina etdi. Niyə? Niyəsi sırrətdə. Elgiz Əkbər hansı sualımızdan imtina etdi? Yox, istəmirəm baxmağa. Yox, istəmirəm baxmağa. Çəkiliş zamanı nələr yaşandı? Elgiz bəy, bir dənə vursa olan. Onu məstəqim. Aksis. Xahiş edirəm. Xalq artisti ilə teleaparıcının dialoqu gündəm olacaq. Elgizin çırası bağlamasını ilk dəfə gördüm. Arkadaş mənim, inanırsınız bir 10-15 yaş cavanlaşmışsınız. Sizə qurban olum. Magazin Plus'un kameraları bu dəfə şəhərin qaranlıq küçələrində Elgiz Əkbərə tuş gəldi. Məclislərdən birinə qatılan teleaparıcı ona olan dəyərdən, sevgidən ağız dolusu danışdı. Gör neçə ildir mən televiziyada işləyirəm. 20 ilə yaxındır mən televiziyada çalışıram və məsələn mən ilk dəfə televiziyaya gələndə anadan olan uşağım indi 20 yaşı var, təsəvvür edirsiniz. Təcrübə təbii ki öz işini görür. Müsahibəyə bir neçə dəfə mane olunmağa cəhd edilsə də, Elgiz Əkbər buna əhəmiyyətsiz yanaşdı. Bu məsələnin özünün içində də böyük bir məsuliyyət var. Şaşırsınız. Sən xalqın sevilən aparıcısı ola bilərsən, amma bir günün içində ən hamının nifrət elədiyi bir insana da çevrilə bilərsən. Bu belə bir şeydir. Mən çox təəssüf edirəm. Ona görə də bilmirəm vallah, mənə dəyər verən, məni sevən bütün insanların qarşısında baş əyirəm. Hamısına öz təşəkkürümü bildirirəm. Onun bugün ən çox diqqət çəkən tərəfi isə aksesuarları idi. Elə əməkdaşımız da ona bu barədə sual ünvanlayır. Aksesuarlarınız yaman diqqət çəkir. Aksesuar keçmək istəyirsən, keçir ki. Aksesuar belədir də, nə bilim, indi aksesuarlar vacibdir də.
Elgiz isə müxtəlif üsullarla suallardan yayındı. Əvvəl İlkin Əhmədova yol verdik. Əhmədovun yolunu kəs. Hə, gəl. Sadəcə verək keçsin. İlkin, nə tərsin? İlkin, nə var, nə yox? Sənin bağlançın olsun canım. Çox təşəkkür edirəm. Əziyyət çəkmə, başda dönərəm. Əziz dostum, sənin bağlançın olsun. İnşallah. Amin. Bağlarımızdan görək, inşallah. Həmişə toyda, gözəl günlərdə. Sağ ol. Sən öpürəm. Elgiz bəy, bir dənə vursa olan. Onu mən istəmirəm. Aksis. Xahiş edirəm. Yox, istəmirəm. Bax, xahiş edirəm. Daha sonra isə xalq artisti Ağadadaş Ağayev. Bax, Ağdadaş müəllim də gəldi. Çox sağ ol. Görmüşdüm yolu maşınlar bağlayan trası. Amma Elgiz'in trası bağlamasını ilk dəfə gördüm. Yox, mən yox, o. Xoş gördük sizə. Sizə təbrik edirəm. Belə insanın yanında adam necə olar? Çox təşəkkür edirəm. Elgiz, o günləri sənin rəsmini çizdilər Şuşanın üstündə böyle. Hə, nə gözəl. Çox xoşuma gəldi. Mövzu da gözəl idi. Necə Təşəkkür edirəm, yaxşıyam. Sizi yaxşı gördüm, lap sevindim. Mən Mənim inanırsınız bir 10-15 yaş cavanlaşmışsınız. sizə qurban Allaha and olsun deyirəm ha. insanlar. Mən çoxdandır sizi görmürdüm. Hə. Maşallah, maşallah. Çağırmışsınız da ona görə görmüşsünüz. Yaxşı. Həftə 8 mən Elgiz elə qardaşdır. Həqiqətən birinci çağıranlardandır və həqiqətən də mən də onu çox istəyirəm, çox sevirəm bir insan kimi. Ancaq qismət məsələsi biraz alınmır. olacaq, yaxşı olacaq inşallah. Tək sizin canınız sağ olsun. Formatı dəyişmisiniz ona görə. Hə, indi sizin formatda oxumaq, o yaxşıdır, daşır. Valla. Mən orada nə edəcəm mən? Oxuyacaqsınız, master class keçəcəksiniz. Oxumaq necə olur? Beləcə, müsahibəmiz də yekunlaşdı. Elgiz Əkbəri aksesuarlarından danışdıra bilməsək də, bir çox suallara cavab tapdıq. Qalan suallar isə növbəti efirimizdə öz cavabını tapacaq. Magazin Plus'tan yeni haber var. Söz ustadlarının sözləri düz gəlmədi. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Deyirsən mən böyüyəm. Meyxana camiəsində söz sahibi olduğunu bildirən Mehman, Ələkbərin qəzəbinə səbəb oldu. O məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır yəni. Onda möhürüdür, biz də qapısını açardıq. Ələkbər Mehmanı ağ yuyub qara sərdi. Qapını açmasaq möhür şey yaramır da. Mehman böyüyüm ola bilməz. Ünvanlı mesajlar ortalığı qatdı. Mənim gözümdə çox kiçik adamdır. Birazdan Magazin Plus'tan yeni haber var. Show biznes nümayəndələri deyəsən yavaş-yavaş subaylığın daşını atırlar. Gözəl xanım müğənnimiz subaylığın daşını ataraq özünə möhtəşəm toy etdi. Söhbət Gülnar Ələkbərlidən gedir. Elə Magazin Plus komandası olaraq biz də Gülnarı təbrik edir, onlara həyatda hər zaman uğur və xoşbəxtlik arzulayırıq. Magazin Plus'tan yeni haber var. Allah özü xeyir versin, xoşbəxt olsunlar. Necə deyirlər, yarayanlardan, qarayanlardan olsunlar. Allah dedim ay bu nə oxumadır ay Allah. Elə orada da mən sözüm dedim, indi də deyirəm. Çünki Allah səni xoşbəxt eləsin bala. Səni ana olasan. Ay Gülka, sağ elin bütün subayların başına gəlsin. Allah onu xoşbəxtlərin xoşbəxt eləsin. Təbrik edirəm Gülkamızı, Allah xoşbəxt eləsin. Allah səni xoşbəxt eləsin. Allah səni istəklərinə yetirsin. Çünki həqiqətən sənin həm özün, həm sənətin çox, nə bilim, yəni deyiləsi deyil də. O qədər yaxşı insandır, o qədər yaxşı sənəti var, gözəl sənəti var. Həyatda, sənətində böyük uğurlar arzu edirəm. Öz ədəbi, ərkanı, mədəniyyəti ilə seçilən bir xanımlardandır.
Təbrik edirəm bəyimizi və gəlinimizi. Ailə səadəti arzulayıram, xanım xoşbəxtliyi arzu edirəm. Xoşbəxt olsunlar. Həmişə gözəl günlərdə olasınız. Elə həm siz, həm biz. Oradan da sevinci gündür. Bütün görmədiyim sənət yoldaşlarını da gördüm burada. Allah var eləsin. Allah subaylar üçün eləsin. Gəlin olmaq çox gözəl bir hissdir. Düzdür, həyəcanlı bir hissdir. İzah eləmək olmur, amma çox gözəl bir hissdir. Özümə yalnız və yalnız xoşbəxtçiliyi arzulayıram, qadın xoşbəxtçiliyi. Magazin Plus'tan yeni haber var. Müğənni Rəşad Şahbazov uzun fasilədən sonra yenidən Maqazin Plus'da. Bəli, işlərə başım qarışıq idi. Bir müddət belə bura get, çatdırmırdım. İnşallah başladım, hər həftə bu efirdəyik. Toylara getmək. Yəni sezona start verirsiniz. Həmişə qışlarda mən çıxıram ən çoxsu efirlərə ya haralarısa getməyə. Qış başqa da, yəni qışda boş vaxtım olur. Yayda mənim vaxtım o qədər də olmur. Deyirəm öz aramızda, əziz tamaşaçılar, bax, yeni sezona start vermişik və biz sezon boyu Rəşadı, yəni şəxsən Maqazin Plus'da Rəşadı mən hər zaman eynə ilə çəkmişəm, amma gəl yeni sezondur, gəl bu inadı buraxaq, çox xahiş edirəm, mənim xətrimə bu eynəyi çıxart, qoy sənin gözlərini tamaşaçılar daha yaxından görsünlər. Mənim ən sevdiyim veriliş Maqazin Plus'dur, buna hər kəs bilir, laf əvvəldən elə uşaqlığına. Baba, bu immenli də Eliyar bəy, sizin xətrinizə bu açıqını efirdə mən qoydum yerə. Nəhayət. Nədir bu səndə bu eynək xəstəliyi nədir, ay Rəşad? Çox vaxt tanınmasınlar, eynəklə bir başqa cür tanıyır hər kəs, məni sevənlər. Eynəksiz bir başqa, eynəksiz rahat çıxıram hər yerə, eynəklə çıxanda rahat çıxmıram. Yeni sezonda xeyli işlər görəcəyini dilə gətirən Şahbazov yaxın zamanda səfərə gedəcəyini dedi. Bu sezon çox şeylər gözləyir. Qarşıda biz Şəkiyə getmək fikrimiz var. Şəki əhli bizi gözləyir. İnşallah gələn həftədə... Niyə gedirik? Nə üçün gedir bir bu haqda danış? Bir dostumuzun oğlunun sünnət toyudur. İkimiz var oraya getməyə. Dostluq necə bir hissdir? Dostluğu bacarırsanmı və yaxud da dostların varmı? Bu necə bir duyğudur? Mən dostlarım deyəndə mən çoxunun dostuyam. Mənim dostum azdır. Dostluq haqqında ağız dolusu danışan Rəşad düşünür ki, insan birinci özü ilə dost olmalıdır. Mən hər kəsi də qınamıram. İnsan gərək özü yaxşı dost olsun ki, ətrafı da yaxşı dostlar olsun. Bir çox vaxt danışırlar ki, ay ətraf belə elədir, ay dostum elə elədir. Özündən asılıdır. Heç kimi məcbur eləmir. İnsan nə istəyirsə onu edir. Və dost da ona uyğun, həmişə dost sözün ən aşağı səviyyədə saxlayırlar. Yox, dost sözü yuxarıdadır. İnsanın özü özünə yaxşı dost olmalıdır ki, ətrafı da yaxşı dost olsun. Rəşad dostunun məclisinə 8000 manatlıq sürprizlə gedir. Bəli, sürprizlərlə gedəcəm. Təbii ki, biz sünnət oyunu edirik. Mən onun dostuyam əslində. Təbii ki, uşaq adı gələndə mən qata-qata gedəcəm. Gedirəm, sürprizlərlə gedəcəm, hədiyyələrlə gedəcəm. Çox şeylər olacaq orada. İnşallah gedərik, görərik Allah qoysa. Onu bizi gözləyir. Şəki zamanı bizi gözləyir. Əsas odur ki, gözləyir. Yəni, mənim qulağıma bir 8000 manatın xəbəri gəlib, Rəşad. Bu 8000 manata sən nə eləyəsən, nə şou göstərəsən orada bilmirəm, amma biləcəm. Yəni, mən bildimsə, əziz tamaşaçılar, əmin olun ki, siz də biləsiniz. Çünki mən gördüyümü çəkib göstərəcəm. Mənim elə bir rayona getməyim 8-10 minə başa gəlir də. Müğənni əvvəlki müsahibələrində toy dəvətlərini qəbul etmədiyini dilə gətirsə də, görünən odur ki, fikrini dəyişib. Bundan sonra Rəşadı tez-tez toy məclislərində görəcəksiniz. Məni sevənlərin xətrinə mən buna razılıq vermişəm, toylara gedəcəm, paprimanlarım çıxır. Başlayacam Allah qoysa, oktyabrdan elə demək olar ki, oktyabr ayı mən toylardayam. Şahbazov şou biznesdə heç kimi özünə rəqib görmədiyini dilə gətirdi. İndi rəqib də görən mənlə rəqabət aparmaq istəyirsə, bu meydan, bu da şeytan. Gəl görün. İddialı bir açıqlama oldu Rəşad. Çox iddialı oldu. Yəni
Mən inanmıram ki, sənin bu müsahibəni izləyən müğənnilərin əksəriyyəti qıcıqlanmasın. Qıcıqlansalar da sağ olsunlar, qıcıqlanmasalar da. Rəylər necə? Sosial şəbəkədə səni izləyən tamaşaçıların rəyləri necə? Dəyişib ümumiyyətlə? Nələr yazırlar? Səndə nə istəyirlər ən çox? İndi çox dəyişilib. Yaxşı sözlər yazırlar indi. Ta əvvələ baxanda indi tam başqadır. Hiss edirəm ki, məni sevənlərin artıdır, çoxalır. Hamı ürəkdən yaxşı yazır da, yəni. Rəşad dostluqda sadiq olsa da, silməyi də gözəl bacarır. Dolçalar silməyi yaxşı bacarırlar ha, Rəşad. Kimləri silmirsən ha, Rəşad, de görüm. Mən əminəm ki, sən kimlərisə silmirsən. Əminəm ki, bir dolçanın həyatında önəm verdiyi fərqi yoxdur. Kimdən asılı olmayaraq bir insan varsa, hansısa bir yanlış hərəkəti ilə silib atmağı bacaran bürcüdür. Dolça bürcünün nümayəndələri. Yəni özümdən də bilirəm. Bilirəm ki, mənim kimi də bütün dolçalar elədir. Biz təbii ki, bağışlamağı sevirik də. Silmişik təbii ki. Çox silmişəm. Sildiklərimi efir vasitəsilə bağışlayıram. Belə bağışlayıram da yəni. Amma ürəkdə yox. Mən qazanmaq asandır. Amma itirmək çox çətin. İtirdimsə mümkün deyil. Tapmaq mümkün deyil. İstəsə belə məndə üzə gələnlər. Magazin Plus'tan yeni haber var. Söz ustadlarının sözləri düz gəlmədi. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Deyirsən mən böyüyəm. Meyxana camiəsində söz sahibi olduğunu bildirən Mehman Ələkbərin qəzəbinə səbəb oldu. O məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır yəni. Onda möhürüdür, biz də qapısını açardıq. Ələkbər Mehmanı ağ yuyub qara sərdi. Qapını açmasaq möhür şey yaramır da. Mehman böyüyüm ola bilməz. Ünvanlı mesajlar ortalığı qatdı. Mənim gözümdə çox kiçik adamdır. Birazdan Magazin Plus'tan yeni haber var. bəstəkar və müğənni Emil Elmanoğlu öz ad günündə oğluna kiçik toy etdi. Emili sənət dostları Magazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Təbrik edirəm. Neçə gözəl illər, gözəl yaşlar, bir də arzulayıram ki, belə gözəl mahnılar ərsəyə gətirsin. Yəni təbrik edirəm. Bugün biz burada dəyərli dostlarla yoluşmuşuq. Təbrik edirəm mən də Emini. Həqiqətən yaxşı oğlandır. Sənətini sevən adamdır. Həmişə toylarda hər kəsə nəsib olsun. İstər kiçik, istər böyük toy. Azərbaycan xalqı toy bisata layiqdir. Onu təbrik eləyirəm. Ona ailə saadəti. Ürəkdən təbrik edirəm balasının bugün kiçik toydu, həm də özünün doğum günüdür. Günün səbəbkarını Magazin Plus komandası adından xüsusi təbrik etdik. Özüm belə bir seçim elədim ki, görüm kimlər mənim yanımda bu özəl gündədir. Hansı dostlar var ki, mənim yanımda daim qalacaq və yaxud siləcəm gedəcək. Bugün mən bir çox məşhur simaları gördüm. Ümumiyyətlə dəvət eləyib də hansı dəvət eləmsən gəlməyənlər varmı? Var. Yəni dəvət eləmişəm, gəlməyib. Elələr var ki, xeyir işlərinə getmişəm belə gəlməyim. Yenə canları sağ olsun. Yəni mənim məclisim çox şən keçir. Səbəb gətiriblər yoxsa? Mənası yoxdur. Mən elə bəhanələrə qəbul eləmirəm. Amma mən diqqətimi nə çəkdi? Bayaqda müşahidə edirəm. Artıq məclisin sonlarına yaxınlaşır. Bu vaxtda ana qədər gözlədim ki, bəlkə sonda gələr. Sənin bir duet ortağın var ki, yəni ən çox biz onun sənin yanında görmüşük və bu gün bu məclisdən onu duet ortağını görmədim. Niyəsə? Ax mən dedim, bu gün bura mənim doğmalarım, yaxınlarım, ailə üzvlərim bərabərdir. Onun burada nə işi var? O özü üçün saytlara yüngül müsahibələrində məşğul olsun. Belə başa düşdüm ki, aranızda nəsə bir soyuq iceberg yaranıb. Düz başa düşdüm yoxsa yox? Hər öz yolunda. Nəyi bölüşə bilmədiniz? Məclisdə pulu qazancını bölüşə bilmədiniz? Yoxsa Allaha çox şükür, məni çox gözəl tanıyır ki, məndə heç bir şey maddiyyətə yapışmır. Yəni gedib orada dirənmi, məndə insaniyyətlik. Mən önəm daşıyam insaniyyətliyə. Əgər xoşuma gəlmədisə, həmin insanların nəinki tərəf müqabililə, dost tanış olsun, yaxın olsun, qohum olsun, fərq etməz. Yəni o şeyi, hörməti görməyəndən sonra mən elə insanlardan uzağam. Əsas mənim üçün bu gün də bir özəl gündür. Bu günləri mənim 20 illiyimdir. Yəni ailə qurmağım 20 illiyidir. İstərdim elə dəvət eləyək ailə üzvlərini. Ay maşallah, maşallah, maşallah. Gəlin, keçin. Emin şir bürcü. Sizin bürcünüz nədir? Balıq. Balıq bürcü. Şir bürcüləri elə qısqanc olur ha? Yəni düz. Bəs siz qısqanırsınız. Bax, bütün gün şou səhnələrdədir, məclislərdədir. Xanım duet ortaqlarda olur. Yəni Yerində.
Hər şey yerində. Hər şey yerində maraqlı olur. Yox, xanım həmişə mənə dəstəkdir. Həyatda da, sənətində həmişə mənə dəstəkçimdir. Təbrik edib bir daha. Təşəkkürlər, minnətdaram. Həm ad gününüzü, həm ad günü qızımızın, həm evlilik dönümümüzü və eyni zamanda kiçik toy olan bu balacamız. Adı nədir bunun? Canan. Canan, təbrik edirəm səni də. Magazin Plus'ta yeni haber var. Söz ustadlarının sözləri düz gəlmədi. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Deyirsən mən böyüyəm. Meyxana camiəsində söz sahibi olduğunu bildirən Mehman, Ələkbərin qəzəbinə səbəb oldu. O məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır yəni. Onda möhürüdür, biz də qapısını açardıq. Ələkbər Mehmanı ağ yuyub qara sərdi. Qapını açmasaq möhür şey yaramır da. Mehman böyüyüm ola bilməz. Ünvanlı mesajlar ortalığı qatdı. Mənim gözümdə çox kiçik adamdır. Birazdan Magazin Plus'ta yeni haber var. Magazin Plus, Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin sponsoru Tural Avtoservis 023. Magazin Plus'ta yeni haber var. Magazin Plus'ta yeni haber var. Magazin Plus, Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Magazin Plus'ta yeni haber var. Manaf Ağayevdən iddialı açıqlama. Geyimi eləyən nədir ki, onu daşıyan adamdır da. Həmişə geyim haqqında düşünmüşəm. Sənətçi geyimləri ilə öyündü. Onu olsa mən geyinəndən sonra brend olacaq. Geyimi sevən adamlar başqa şeydir. O hansı həmkarına söz atdı? Brend geyini tökülüb dağılır heç. Getdim onu tapdım. Birazdan Magazin Plus'ta yeni haber var. Hər vaxtınız xeyir olsun, çox əziz və dəyərli televiziya tamaşaçıları. ARB televiziyasında Magazin Plus verilişində məşhurların avtomobillər rubrikasına baxırsınız. Bu gün elə bir qonağımız var ki, bu avtomobili görürsünüz də. Bir dənə yaxından çək Ramin, bir dənə yaxından çək. Bəh. Həqiqətən də sözün əsl mənasında milyonluq bir avtomobildir və bu avtomobilin sahibi sizcə kim olsa yaxşıdır. Gözəllər gözəli. Həqiqətən də mən bu xanımı çox sevirəm. Çox yaxşı bir dostdur. Eyni zamanda da deyərdim ki, trendləri alt-üst eləyən bir müğənnidir. Söhbət Canandan gedir, bəli. Canan görək avtomobilini necə bir vəziyyətə saxlayır. Bu bahalı avtomobilə baxırmı, baxmırmı və hal-hazırda Canana istəyirəm yaxınlaşaq. Canan, xoş gördük əzizim. Necəsən? Çox sağ olun. Siz necəsiniz? Nə var, nə yox? Salamatçılıq. Yavaş. Sən futbol oynamağa başlamısan yoxsa yox? Ne burada? Bu nədir? Sən əlinə hara gedək biz? Məndən qaçış yoxdur, amma bu futbol, top, sportivni geyim. Nə etmək? Futbolçu olmaq istəyirsən yoxsa? Sportivni qızam da mən. Bəli, danışımdan hiss eləmirsən? Görürəm. Çox dəyişikliklər var. Gördüm. Burada baxıram mən, bilirsən də mənim belə bir rubrikam var ki, məşhurların avtomobillərini sözün əsl mənasında ələkdən keçirirəm və elə var olar. Elə Tural. Salam əleykum. Salamlayırıq. Xoş gördük. Tural hardan gəldi? Tural da bilirsən də bizim məşhur Tural. Bəli, Tural bizim Tural Avtoservis 023-ün maşallah olsun. Mən səyyar xidmət edirəm. Tural, sənin də geyimində biraz dəyişikliklər hiss edirəm. Məsələn, bu məşhurluq biraz sənin də. Bu günlə bildim ki, Canan xanımdan bir yerdə çəkiliş alacaq. Heç olmasa sərgiyə salardıq da maşın. Nə sərgiyə, nə danışırsan Ramin, bir dənə gəl maşının arxa hissəsinə bax. Gör nə qədər papaqlar var burada. Sədərək bazarına xoş gəlmisiniz tamaşaçılar. Bəli, Sədərəkdə bunlar satdıqdır yoxsa nədir? Özümün papaq. Bəs deyirlər biznes qurmusan, gəlmisən Ağşəhərdə papaq biznes satırsan, maşının da arxasını açmısan ki. Ağşəhərdə biznes qurmamışam, amma ev almışam. Elə papaqlar var ki, onların məndə xatirələri var, hədiyyədir. Məsələn, hansı xatirədir? Mən burada xoş. Burada əslində çoxsu xanım papaqlardır. Yox, ona əl vurmur. Bu boşdur da. Niyə əl vurmuyor ki, ay Canan? Nə var ki burada? Başqa ürəyin. Niyə özəl bir nəyi var ki bunun? Qızıldandı, nədəndir? Hədiyyədir, yox, olmaz. Kim hədiyyə eləyib sən ala düzəndə gələ? Kim hədiyyə eləyib? Sənə var kim hədiyyə eləyib? Sən ala kim hədiyyə eləyib? Oradan taxım görməyə yaraşır yoxsa yaraşır? Yox da eləmə də, deyərlər, olmaz. Kim hədiyyə eləyib onu? Yox. Özəl biridir. Özəl biridir deyəndə ki, çox hörmət elədiyim və çox istədiyim bir insandır. İstədiyin yoxsa sevdiyin?
başqa söhbət. Bir var istək, bir var sevgi. Biz şəxsi suallar olmasın da xahiş edirəm. Nə danışırsan? Şəxsi suallar olmadan iş mi olar ay canan? Burada mən digər Sən mənim maşından sual ver, nə bilim burada nə var ondan Sən narahat olmayın, mən maşından çox sual verəcəm. Amma Ay burada Allah, onu niyə götürürsən? Ay Elvin. Bahalı bir brend, bir o görüm içində nə var? Kaşloka baxanda çıxardı içinə pul qoyur. Çıxardın görüm. Hara qaçırsan Tural? Kart hesabına deyərsən, kartda göndərən. Bizdə nəqd üstümüzdə olmur. Bunu indi hədiyyən deyirlər, hədiyyə verərlər. Belə bir şey deyim var. Hədiyyə deyir. Baxır o hədiyyəni kim eləyib ki, mən onu hədiyyə eləyim. Bunu elə insan hədiyyə eləyərsən yoxsa? Yox, onu hədiyyə eləmirəm. Məndə nə oldu? Belə sənə bir dənə başqa portmanı alaram. Bu çantanın içində nə var canım? O mənim sport çantamdır, məşq çantamdır. Papaqlar belə dağıda bilərəm də. Onsuz da hamısı satdıqdır, satarsan gedəcək. Yox, onu açma da qurban. Mən məşqdən çıxmışam. Yox da sərgəsizdir. Yox, baxım görüm içində nə var da. Eləmə də, yox da, ay da. Cana, sən ala görüm içində. Ay bala, olmaz da. Yox, özəl nə var ki onun içində? Yox, ələr, ağıllı ol. İminli mənim avtomobilimdə sən mənim çantama girə bilmərsən. Yaxşı, əsəbləşmə. Görüm burada nə var. Baxacam, bax incimə canım, hər yerə baxacam. Yox, orada nə olur ki, ora baxırsan? Görüm bu adətən maşında, avtomobilə baxan zaman baxırlar gözün arxada maşının sürüyü var, pası var, yoxsa yox. Yox, mənim maşınım son modeldir, yəni paslednidir burada. Nə qədər qiyməti var bu avtomobilin? Var da. Təxminən nə qədər var? Özün bax qiymət ver də, nə qədər. Mən nə bilim, mən bəzi müğənnilər kimi o bir ikisini də çəkmisiniz efirə. Başqalarının maşını gətirib demirəm, mənim maşınım. Gətirirlər onun bu maşını çəkirlər ki, mən çək heç maşını da idarə eləyə bilmirlər. At çək canan, at çək. Söhbət kimdən gedir? Mən indi elə bir yerdəyəm ki, mən at çəksəm reklam olar. İndi at çəksəm var, o şəkillərimizi ki, yan-yana qoyub paylaşırlar. O görüntünü görmək istəmirəm. Bəziləri var ki, zamanında dost idin, indi heç birinə danışmırsan. Silib atmışamsa adını xatırlaya bilmərəm. Bəs görəndə sosial şəbəkədə qabağına çıxanda baxmırsan onu? Çevirirəm belə, baxmıram, yox. Nəysə canım, bu söhbətə gələcəm, amma mən burada bir dənə baxım görüm burada nə var, nə yox. Canım, bu nədir? Eləmə də. Sən ala bir dəqiqə deyən, sən al. Canım. Eləmə də, yox. Canım, bu Uzidir. Bu Uzidir. Əziz tamaşa, canım bu kimə aiddir? Mənə aiddir, mənim uşağımdır. Ciddisən? Zarafat eləmə, mənim rəfiqəmimdir. Maşının servisdəydi, həkimə apardı. Xanım, nə baxırsan? Başını, bax buradan başını, neçə aylıqdır bu uşaq? Baxım görüm, biləcəm. Bu uşaq neçə aylıqdır? Mən biləcəm, sən narahat olma. Görüm ad var da burada. Bax da, mənim adım yoxdur. Qoy bir dənə mən hələ dəqiq baxıb sonra, gözlə. Bu mənim rəfiqəmimdir, özüm aparmışdım xəstəxanaya. Həkimin, Canan, sənin adın var axı burada. Mənim adım deyil. Sən Uzidə işləyirsən qardaş, yoxsa aparıcısan? Sən Allah düzünündür, bu həqiqi öz uşağındır, yoxsa yox? Burada mənim adım var. Hə, mənim uşağımdır. Uşağım olacaq. Var. Canan, daha yaxşı, bu gözəl bir xəbərdir. Əziz tamaşaçılar, ilk dəfə Maqazin Plus'da müğənni Cananın övladı olacağı xəbəri mən gördüm. Hətta burada şəkili də var uşağın. Sən bir şey deyim, bunu niyə çəkirsən ki? Canan, var ki çəkirəm, mən avtomobildən çıxdım. Olmaz da, niyə elə şeylər eləyirsən? Tural, sən orada Cananın sözünü oxudun, yoxsa yox? Mən oxudum, Canan var idi, orada yox idi. Mən yox idi. Tural, get maşını diaqnostik elə, xahiş edirəm. Sən qarşımı söhbətlərə. Sən deyirəm yox idi da qardaş. Olsa nə olacaq? Daha yaxşı, xoş xəbər olacaq. Baxırlar axı, evim var, o var, anam var, atam var, dədəm var, hamısı baxır. Bu gün nəsə biraz aqressivsən, mən səni belə görürəm. Deyiləm, elə suallar versən ki, aqressiv olaram da. Subayam. Mənim nətər uşağım ola bilər ki? Evlənməyi düşünmürsəm, yoxdur, ağatlaşarsın. Qismət olarsa, yəni, hə. Birdən bir ayrılıq. Sevgilimdən övlad dünyaya gətirmərəm. Ailə quraramsa, övlad dünyaya gətirərəm. Amma belə də seviləsi xanımdır da, niyə deyirsən ki, belə? Nənə biraz sevim seviləsi bahalı. xanımdır, maşallah. Bahalı maşın, bahalı həyat tərzi. 100-dən yuxarıdır. Mənim maşınıma, evimə görə mənə yaxındır. Yox, onu heç deyirəm, zövqün yəni bahalıdır. Tural, yandırdın. Xeyri yoxdur, üz vurma. Bu məbləğdə maşın idarə eləyirəmsə, mənim həyatımda ola biləcək bəydən sonra gərək mən bundan da yüksək idarə eləyim. Amma onu deyim ki, bahalı olmağına başqa maşında da şıbqaları var. Qaqanı biraz qaraldı. Bu cür avtomobildə bəs bayaqdan nağarıram. Nə kimi səhvləri var? Deməli, bu qara canavarda maşallah olsun, ideal maşındır. Çox cüzi xırda bir səhvləri var, boş şeydir. Paktronikdə şıbqaları var, nə bilim, klima kontrolda var. Sonra maşında belə də işıq sistemi ilə bağlıdır. Hamısı silinən səhvlərdir. Canan xanım, halal olsun sizə. Özü inşallah. Bax, mənə də çağırmısan bura, sənin qəşən bir dənə maşın gətirəcəm. Buna aparacaqsan servisə, qulluq olacaq. Bunun harasına baxım qardaş? Bunda heç nə yoxdur. Tək bu deyir ki, Cananın bir avtomobili yoxdur ki. Cananın bir avtomobil kolleksiyası var ki, indi
Bunu bəzi tamaşaçılar bilir. Bilməyənlər üçün deyim ki, hətta Canan mexanika da idarə edə bilir. Ha, deyim biləsən. Yəni sizi bizim servizə nəsə olmayasınız. Qarğış eləmirəm. Sən bilirdin ki, Canan xanımın bir Nivası var ki, yəni şəhərdə, yəni barmanla sayılan 2-3 dənə Niva var ki. Qaqaların sürdüyü Nivadandır. Qaqaların sürdüyü Niva. O heç buna çatmaz. İstəyirəm özümə helikopter alım. Onu hara gətirə bilərəm? O da mənlikdir. Şəxsən siz helikopter Sən indi elə özün alasan, yoxsa necə? Belə də qurbandır. Mənim də Tural kimi, sənin kimi dostum var. Amma mənim ehtiyacım olan şey bilsən nədir? Görüm sənin avtomobilinə başqa nə tapa bilərəm. Getdik avtomobilə. Tural, təşəkkürlər. Gəl görək burada şəxs şeylə deyəndə ay Canan, burada nə var ki? Baxmalıyam da, görək buradan bu nədir? Hədiyyədir, yadımda. Ay Canan, nə qədər hədiyyələrin var sənin? Maşının içində qalır. Brilliantdır, nədir bu? Safirdir. Bildin mi? Yəni bunun nə qədər dəyəri var? Bax, nə edirsən? Baxım ona bir dənə. Yox. Canan, baxım buna. Hər kəsdə olan nə danışıq tərzim yoxdur. Müğənnilər var ki, mən onların səsini seçə bilmirəm də, bilmirəm hansıdır oxuyan. Amma mənim elə bir səs tembrim var ki, mahnı gələndə artıq deyirlər ki, oxuyan Canandır. Bəlkə də heç sevməmisən, bəlkə də sevmisən ancaq yalancı. Hə, ona görə də məndə də indi bundan çox Sən bu sevgini qazanmısan. Çox xanımlarda ola bilər, amma deyirəm ki, məndəki orijinaldır. Hədiyyədir. Cananın özü bir sərvətdir və Cananın şəxsi əşyaları isə bir başqa sərvətdir. Sərvətə sərvət qatır. Amma Canan, bundan kifayətlənməyəcəm. Bunu onsuz da görüntülədik. Bir dəfə də görüntüləyək. Qaşlara bax sən. Bəli. Brilliantdır. Nə qədər bunun dəyəri var Canan? Onun hardasa olar da 20 mindən çox olar. Bu da kartdır. O mənim atım da var da, bilməm bilirsən yoxsa. Atın da var sənin? Bəli, frizya atı almışam özümə. Bu o atı öyrənmək üçün hələ atım gəlməmişdən məşqdir bu dərs üçün. At çapa bilirsən? Yüksək səviyyədə. Sertifikatım da var. Bir gün mütləq əziz tamaşaçılar Cananla birlikdə gedirik. Mağazin Plus'da. Sən at çapmağını mütləq görüntüləyəcəm. Özümə də maraqlıdır. Qara canavarım bu, qara Nivam, o da mənim qara atım. Özüm də qara qızım. Həqiqətən də orijinaldır. Mənim özümün də feyklərim çoxalıb. Feyklərin, yəni sənə mi bənzədirlər? 100% yerişmə kimi. Nə danışırsan? Kimlər daha Canan? Qoy bunu, bax onu danışacağım sənə əhvalatın. O mənim uğur böcəyimdir. Bunu eksklüziv olaraq vurğulamaq istəyirəm. Bunu mən Moskvadan gətirmişəm. Moskvada bir dostum var idi. Biz bir marketə girmişdik, dükana girmişdik. Orada bunu götürdüm, əlimi belə vurdum. Gördüm ki, götürdü, bu mənim üçün aldı da. Onda mənim hələ bu maşınım yox idi. Bu maşını arzulayırdım ki, mənim olsun. Dedim, bunu götürürəm. Tez bir zamanda o maşın mənim qismətim olsa, elə eləyəcəm ki, bu kukla onun içində olsun da. Elə oldu ki, maşını Allah mənə qismət elədi və bunu mən maşınımın içindən götürmürəm. Burada bir açar da görürəm. Cana, bu avtomobilin açarı deyil. Bu avtomobilin açarı budur. Bu mənim, bu o birisi maşının açarı. Kim idarə edir bəs avtomobili? Bu avtomobili prodüserim idarə edir. Yəni sən avtomobil, gör, yəni bir avtomobildə armısan ki, prodüserin idarə eləsin. Bir dənə şey deyim, bunu bilmirəm müğənnilər necə başa düşəcək, amma bunu vurğulamaq istəyirəm də. Mənim maşınım varsa, mənim prodüserimin də maşını olmalıdır. Mən əgər bugün, məsəl üçün, bahalı geyinirəm, brend geyinirəmsə, mən çalışmalıyam ki, o da geyinsin. Məclislərdə necədir davranışın prodüserinin? Məclislərdə də çox əla. Mən, məsəl üçün, bəzilər kimi belə əllə qolla demirəm, hanı mənim salfetkam görmürsən, tərləmişəm, bu mahnıya niyə belə davranmıram, xeyr. Bir dənə deyirəm ki, niyə bu mahnı oldu? Deyir, məsəl səhvən elədim, deyirəm, canı sağ olsun. Telefona baxa bilərəm Canan? Yox, sən mən telefondan nə? Telefonda sadəcə olaraq baxmaq istəyirəm, Instagramda sənin əngəllədiyin siyahlar var. Bir də o saxla çəkmə zəhmət olmasa. Yox. Bax, sən özün aparıcısan da, düzdür. Sən bilmirsən ki, bu şəxsi, bunun içində şəxsidir, hər şey şəxsidir. Burada mənim şəkillərim var. Mən sənin şəxsi şəkillərinə girməyəcəm ki, sadəcə maraqlı görüm kimləri əngəlləmirsən, onları görmək istəyirəm. Yox. Mən əngəlləyəndə burada əngəlləmirəm, burada əngəlləyirəm. Kimlər əngəlləmirsən? Gəl bura, baxacam. Baxacam, xeyri yoxdur. Nə danışırsan Canan? Sən nə danış? Koddadır ki, uşaqlarımın kodu nədir? Bir də mənə deyərdiniz də, kodunu girərdim də. Kodu bilirsən? Yox, Canan.
Bir dənə xahiş edirəm, bir dənə Instagrama daxil ol, əngəllərə Sən bir şeydən, bu indi oturub çıxıb gedəcəm deyəsən ki, Canan gəldi, hörmətsiz deyil. Sən də çəkmə də bir dəqiqə, dayan da, nə olur? Canan, burada nə var ki? Yox da, yox. Instagramda əngəllərə baxacam. Telefonuma niyə girməlisən ki? Bəlkə orada mən elə bir şey... Mən sənin şəxsi mesajlarını oxumuram. Ay qardaş, olmaz, mən sənin telefonuna girirəm. Gir bax, nə var ki? Elvin onu da çəkməsin də. Yox, əsəbləşmə, qardaş, burada. Mən sadəcə Instagramda əngəllərə baxacam. Niyə ki, sən maraqlı nədir? Denə mən özüm cavab verim. Mən bilmək istəyirəm orada görüm hansı məşhur, bir kim məşhurla var. Ay, mənim üçün məşhur özüməm. Mən özüməm məşhur. Mən kimsə blok eləyə bilər. Mən heç kim blok eləmirəm. Bir dənə mikrofon saxla sən. Mən eşidirəm. Mən sənin telefonuna girirəm. Ver, gətir mənim oradan telefonumu, gəl bax. Burada nə var ki? Mən xanımam, düzdür? Sən bəysən, mən xanımam. Sən mənim telefonuma niyə girməlisən? Ay qardaş, bəlkə orada elə şey var, sən onu görməli deyilsən. Mənim nəyə görə telefonuma baxmalısan? Özəl mən mesajlarını oxumam ki, əzizim mən sənin əngəlləmə siyahına baxıram. Burada nə var ki? Burada nə var ki, Canan? Sən niyə bu qədər böyüdürsən məsələni? Allahın dostu, yəni çox peşman oldum da mən bu verilişə gəlməyimə. Burada yəni yenə deyirəm, mən sənin şəxsi nələrinəsə girib baxmıram. Mən nə varsa, sən onsuz da gələndə bilirdin ki, bizim verilişin formatı budur. Yox, mən bilmirdim sən cəmaatın telefonuna girirsən, mən onu bilmirdim. Cəmaatın telefonuna girsən deyəndə mən sənin şəxsi mesajlarını oxumuram. Niyə baxmalısan mənim telefonuma? Telefonuna baxmıram, əngəl siyahına baxıram. Mən başa düşmürəm. Yəni bu müğənnilərdə bu aqressiya nədəndir mən tuta bilmirəm. Qardaş başa düşdüm. Mən yenə deyirəm, mən şəxsi nəyəsə baxmadım ki orada. Gəl qardaşım. Yox, bir dəqiqə mikrofonu bu başa saxla. Sən də bir dəqiqə çəkmə də, nə olur? Yox, qardaş, xahiş edirəm. Sən mikrofon deyə bilmərsən. Sən mənim telefonuma niyə girməlisən? Canan, sənin telefonuna mən girmirəm. Əzizim, mən səni başa əngəlləmişəm, sən onu niyə bilmərsən? Başa düşmürsən, mən sənin əngəl siyahına baxmaq istəyirəm. Niyə də səbəb? Ay qız, mən inanmırsam, mən sual versən cavab verirəm. Nəysə Canan, nəysə. Telefon nəysə yox, elə sən. Nəysə, əziz tamaşaçılar, özünüz gördünüz, yəni tamaşaçılar el gözləyir tərəzidir. Yəni mən burada yanlış bir şey eləmədim. Yəni siz baxdınız, gördünüz ki, kim haqlıdır, kim haqsızdır. Mən onun insanın, yəni Canan xanımın şəxsi hansısa bir telefona girib mesajını oxumaq istəmirdim. Mənim məqsədim əngəl siyahısının nəyin baş verdiyi idi. Yəni bu da Canan xanımın sağ olsun hörmətsizliyi. Yəni bu qədər də olmaz deyə düşünürəm. Nəysə, həqiqətən də istəməzdim belə bir aqressiya yaransın. Amma nəysə, əziz tamaşaçılar, istəməzdim belə bir vəziyyətlə qarşılaşdırım sizi. Özüm də istəməzdim Canan xanım belə bir reaksiya verər. Növbəti həftə dansı məşhurun avtomobilini çəkəcəyik. Bunu izləsəz, özünüz də görəsiniz. Amma ümidvaram digər məşhurlar Cananın elədiyi bu hörmətsizliyi eləməyəcəklər. Söz ustadlarının sözləri düz gəlmədi. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Deyirsən mən böyüyəm. Meyxana camiəsində söz sahibi olduğunu bildirən Mehman Ələkbərin qəzəbinə səbəb oldu. O məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır yəni. Onda möhürüdür, biz də qapısını açardıq. Ələkbər Mehmanı ağ yuyub qara sərdi. Qapını açmasaq möhür şey yaramır da. Mehman böyüyüm ola bilməz. Ünvanlı mesajlar ortalığı qatdı. Mənim gözümdə çox kiçik adamdır. Birazdan. Manaf Ağayev bu dəfə iddialı açıqlamaları ilə gündəm olacaq. O, sərvət dəyərində olan geyimləri və aksesuarları ilə öyündü. Hələ bu azmış kimi show biznesin bəzi nümayəndələrini də zövqsüz adlandırdı və onlara hansı ismarıcı göndərdi deyirsinizsə, Maqazin Plusu izləyin. Geyimləri, bahalı aksesuarları ilə show biznesdə ad çıxaran Manaf Ağayevdən iddialı açıqlama. İstəyirsən show biznesdə ol, istəyirsən başqa bir yerdə. O geyinən adam, sərgəli, səhman geyinən adam. Geyinir mən uşaq vaxtımdan, yəni pulum oldu, olmadı. Həmişə geyim haqqında düşünmüşəm. Ona görə də çalışıram, demirəm də, yəni mən lap super geyinirəm. Yox, çalışdığım qədər çalışıram ki, yaxşı geyinim. Çalışıram ki, dəblə geyinim, yaxşı geyinim. O, yəni show biznesdə oldun, olmadın, yəni o geyim sevən adamlar başqa şeydir. Deyirdin ki sən mənəm, ürəyimi vermərəm, elə aşıq olmuşam mən dəli divanəyə. Yaxın dostlar da var, bir dənə harıca xaricə zada gedirlər. Görürsən ki, bilir mənim geyimimi, stilimi. Bir də görsən, yaxşı dostlardır, özünü alıb, biri mənə alıb hədiyə. Amma əsas
mən özüm çünki o mənim əynimə oturmalıdır, o mənim xoşuma gəlməlidir. Vacib deyil, bahalı şey olsun. Mən bahalığa heç üstünlük verən deyiləm. O yaraşsın mənə yaraşsın. Onu olsa mən geyinəndən sonra brend olacaq. Onun fərqi yoxdur. İçində embleması dəyişsin. Əsas odur ki, yarışsın. Özgüvənli sənətçi meydan suladı. Geyimi eləyənlərdir ki, onu daşıyan adamdır da. Məsələn, elə adı insandan tanıyıram ki, valla 50 mat, 40 mat köynək geyin, amma onun əynində heç kim soruşmur bunu neçə almısan. Çünki onun əynindədir. Özü şəxsiyyət olmalıdır, özü sambal olmalı ki, onu daşıya bilsin. Adam da var, məsələn, brend geyini tökülüb dağılır, heç görsən ki, dəxili yoxdur. Əsas onu daşımaqdır. Görün, o bəyəndiyi geyimi almaq üçün haralara üz tutub. İbrahim Tatlısəsin yeni deyəndə bir 30 il, 25 il bundan qabaq olanda onun əlində bir dənə köynək geymişdim. Özü bahalı köynək deyildi, Türkiyənin köynəyi idi, özünün öz firması idi. Enli paloskalı köynək vardı, o qədər xoşum gəlmişdi. Getdim onu tapdım, Türkiyədən aldım. Sonra Telman Adgözəlov, ağ şarp yadınızdadır, belə boynuna dolub uzun. Onu görmüşdüm, gəlib onu Kubinkadan almışdım. Sovetin dövründən danışıram mən sizə. Haradasa 84-85-ci illərdən danışıram. Olur, xoşum gəlir, dedim, yoxum bundan almalıyam. Söz ustadlarının sözləri düz gəlmədi. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Deyirsən mən böyüyəm. Meyxana camiəsində söz sahibi olduğunu bildirən Mehman, Ələkbərin qəzəbinə səbəb oldu. O məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır, yəni. Onda möhürüdür, biz də qapısını açardıq. Ələkbər Mehmanı ağ yuyub qara sərdi. Qapını açmasaq möhür şey yaramır da. Mehman böyüyüm ola bilməz. Ünvanlı mesajlar ortalığı qatdı. Mənim gözümdə çox kiçik adamdır. Birazdan. Sinirlenme kardeşim. Senin paran bende. Başka nerede olacak? Məşhurlardan ibarət bir filmdir. Komediya janrında macəra dolu bir filmdir. Tamaşaçıların söylədiyi fikirlərə əsasən öz filmimdir deyə tərifləmirəm. Tamaşaçıların söylədiyi fikirə əsasən deyirəm ki, sevilir, bəyənilir və film 18 sentyabrdan etibarən kinoteatrlarda yayımlanır. Dünən bütün şəbəkələrə baxdım, kinoteatrların zalında baxdım ki, çox şükür yaxşı izlənir, qənaətbəxşdir. Çox şükürlər olsun ki, əziyyətimiz yerdə qalmır, bəhrəsini görürük. Ailəvi oturub izləməsi bir həqiqətən də filmdir. O ki, bütün sinemalarda var. Mütləq gəlin, izləyin, keyf alın. Ssenari biraz başqa cür idi. Yəni mənə yazılan qəhrəman tam başqa cür idi. İndi mən bunu tam açıq deyəmirəm. Mən konkret o qəhrəmanı oynamaq istəmirdim. Çünki yazılan mətnlə belə qoy. Yazılan qəhrəmanla təqdim olunan qəhrəman biraz başqa şeydir. Mən onu oynamaq istəmədim. Dedim ki, dostlar, belə oynasam, bir balaca çəksəm qəhrəmanın ştrikləri çox pis bir şey alınacaq. Və mən o qəhrəmanı oynamaq istəmədim. Oturdu ya elime. Tüküreceğim oturmadı ya. Öldü. Ne yapsın abi? Geçerim be. Diriyorsun alsın sonra neçiler istiyorsun. Ben maraqlı. Xeyirli uğurlu olsun. Amil bəyin bu işləri həmişə qəşəng olub. Məncə bundan sonra da daha yaxşı olar. Son vaxtlar maşallah o qədər filmlər çəkilir. İstərdim ki, bu filmlər qaynana və başqa bir çox sevdiyimiz filmlər araşdırmalar və bizim belə tarixi filmlər kimi belə deyək ki, tarixdə qalsın. Yəni belə bir aydan sonra unudulmasın. Mənim üçün rolun başı ayağı yoxdur. Yəni siz orada restoranda işləyirsizlər, hə? Maksimum, yəni gücümü qoymağa çalışıram. Bəyənmişsinizsə nə xoş bizə. Meyxana dünyası yenə qarışdı. Meyxanaçılar bir-birinə girdi. Söz dildarları bu dəfə söz savaşına çıxdı. Bir tərəfdə Ələkbər Yasamallı, digər tərəfdə Mehman Əhmədli. Olduğu kimi çəkdik ki, sizə təqdim edək. Əməkdaşımızın Mehman Əhmədli ilə bağlı sualı Ələkbər Yasamallını cin atına mindirdi. Meyxana camiasında kimdir ağsaqqal, kimin daha çox sözü keçir? Mehman böyüyüm ola bilməz.
Ki mehman istəyir meyxanəyə mənim böyüyüm ola bilməz. Belə özünü böyük kimi aparsa, mən ona hörmət qoyaram. Özü deyirsə, mən böyüyəm, mənim gözümdə çox kiçik adamdır. Bu fikirdə olan adam, mənim gözümdə çox kiçik adamdır da. Yəni deyirsə, mən böyüyəm, o çox kiçik adamdır. Böyük adam əməli ilə göstərir. Bir gelirsən, sən də ona böyük kimi münasibət bildirsən ki, mənim qardaşımsan, böyük qardaşımsan. Başqa cürlə, yəni mən kimisə özümdən böyük hesab eləyərəm, dostumu, qardaşım ki, bu elə məndən də yuxarıda olan insandır. Amma o özünü məndən yuxarıda görürsə kimsə, o məndən çox aşağı adamdır, yəni çox aşağı adamdır yəni. O, Mehman Əhmədlinin saxta titullarını qəbul etmədi. Möhrü ona veriblər. Mən möhrü neynəm ki? Mənim meyxananın onda möhrüdür, bizdə qapısını açardı. Qapını açmasaq möhür şey yaramır da. Allah şükür çıxıb müsahibə götürə bilərsiniz kim kimdir. Yəni biri var, məni tanıyanlar deyilsin ki, Ələkbər, mənim meyxanama görə həmişə demişəm, mənə kimsə qiymət verməsin. Yəni meyxanaya görə məni tanımaq olar. Amma dostluq, qardaşlıq eləyirsə, o mənim özümə qiymət verə bilər. Bir cəmaatdan da çıxıb soruşa bilərsin, kim haradadır, bir nömrə kimdir, iki nömrə kimdir. Nə ola bilərsən, məni çağırarsan, çağıraram 5 dənə qardaşımı, hamısı deyər ki, Ələkbər elə, möhür Ələkbərdədir, nə bilim, Pesat falan kəsdədir. Bu meyxanada Pesat söz deyən kişilər olub ki, Allah gedənləri rəhmət etsin, qalanlar can sağlığı. Yəni ki, onlar o sözü deməyib də, Pesatsa. Yəni, bunlar boş şeylərdir, onlar şou xarakterli. Meyxanada dəyişmə sayəsində bir nömrə kimdir? Ona mənim qiymət verməyim biraz düz gəlməz. Mən onların bir nömrə, sən meyxanasını deyirsən, meyxanasına xiridar qiymət verə bilər, tamaşaçı qiymət verə bilər. Mən onun kişiliyindən, insanlığından danışa bilərəm ki, kim bir nömrədir, iki nömrədir. Elə bir nömrə, iki nömrə mənim üçün yoxdur da. Yəni, mənim üçün insanlığı da onun. İnsanlığı varsa, onun meyxanası zəif də olsa, o mənim üçün bir nömrədir. Ələkbər meyxana sferasının günümüzdəki durumunu bəyənmədi. Meydan o da öyle bu dəqiqə. Amma ki, toylar var, məclislər var ki, mən özümə uyğun bildiyim yerlərə Allah təkəbbürə yazmasın. Yəni, köhnə tanıdığım tanışlar gedirəm. Yavaş-yavaş fikrim var, bir iki dənə təzə işlər var Allah'ın köməyində. Geri qayıdırsınız. Mən mütləq. Televiziyalarda sağ olsunlar, hər zaman diqqətli saxlayırlar. Yəni, mən hər zaman məni çağırırlar, dəvət edirlər. Bu son zamanlarda prosta hamısı üzrü saysınlar ki, təzə bir şey yox idi, bir materialda. Ona görə efirləri də çıxmırdım. İnşallah ki, iki dənə təzə mahnılar var, Allah'ın köməyinin üzərində işləyirəm. Ələkbər Yasamallının bu iddialarının cavabsız qalacağını düşünməyin. Növbəti efirimizdə həqiqətlər üzə çıxacaq. Mehman Əhmədli həmkarının iddialarına Maqazin Plus'da cavab verəcək. Maqazin Plus komandasından bu həftəlik çatdıracaqlarımız bu qədər. Gələn həftə dop-dolu, yepyeni xəbərlərlə qarşınızda olacaq. Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Bu həftəyi sona çatdı. Gələn həftə görüşməyə ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023. Haberiniz olsun, olup bitenden Magazin Plus'tan yeni haber var.